Paşa Holding və Sokar İspaniyanın nüfuzlu AI Universiteti ilə strateji tərəfdaşlıq çərçivəsində aprelin 28-də Elm və Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə anlaşma memorandumu imzalayıb. Qeyd edək ki, burada məqsəd Bakıda liderlik və innovasiya üzrə AI mərkəzinin yaradılmasıdır. Təşəbbüs ölkəmizdə liderlik bacarıqlarının inkişafına töhfə verməklə yanaşı, innovasiya və beynəlxalq əməkdaşlıq üçün regional platforma formalaşdırmaq, eləcə də Azərbaycanda insan kapitalının inkişafını dəstəkləmək məqsədi daşıyır. Rəqəmsal transformasiya, süni intellekt və dayanıqlı inkişaf kimi sahələrdə fəaliyyət göstərəcək mərkəzdə rəhbər kadrlar üçün təhsil proqramları və beynəlxalq tədbirlər təşkil ediləcək. Eləcə də tədqiqat təşəbbüsləri həyata keçiriləcək. Səhv etmirəmsə, bir neçə həftə, heç ayda deyil, bir neçə həftə öncə biz olduqca maraqlı və faydalı müzakirələrə sahib çıxdıq. Bu yəni həyalı necə reallaşdıra bilərik? İnanıram ki, bu məsələ məhz insan kapitalının inkişafına aiddir və Azərbaycan gəncləri, Azərbaycan peşəkarları, onların həyatlarını, onlar peşəkar həyatlarını daha da yaxşılaşdırmaq naminə bu işi görürəm. Onu da qeyd edək ki, tədbirdə Elm və Təhsil naziri Emin Əmrullayev, AI Universitetinin icraçı prezidenti Santiago Inigeste Onsonio, Sokarın prezidenti Rövşən Nəcəf, Paşa Holdingin baş icraçı direktoru Cəlal Qasımov, İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və digərləri iştirak ediblər.